15-ci dərsə xoş gəldiniz. Bu təlimi sizə təqdim eləmək mənim üçün çox böyük şərəfdir. Siz şoka düşəcəksiniz. Gözləriniz açılacaq. İndiyə qədər eşitmədiyiniz bir şey eşidəcəksiniz. Görəcəksiniz ki, Məsihin bədəni olan bizlər bugün yeni əhd dövründə yaşamağa aid hər şeyi alt-üst eləmişik. Biz köhnə əhdə aid deyilik. Biz yeni əhdə aidik. Məhz buna görə də müqəddəs həyat yaşamalıyıq. İsa mələklərdən də üstündür. Musadan da üstündür. Həqiqəti dərk eləyib qəbul edəndən sonra qəsdən günah eləməkdə davam eləsək, İsa bunu demişdi. Biz müqəddəs ruha qarşı günah işlətmiş oluruq. Artıq günah üçün qurban qalmır. Buna görə də bu çox vacib bir dərsdir. Biz İbranilərə məktuba nəzər salacağıq. Gözləriniz açılacaq. Görəcəksiniz ki, iman itaət deməkdir. İmansızlıq isə itaətsizlik deməkdir. Buna görə də hesab eləyirəm ki, bu həqiqət uzun müddət ərzində paylaşdığım həqiqətlərdən ən vacibidir. Bu dərsə mütləq şəkildə böyük diqqət yetirin. Məsihin bədəni bunu eşitməlidir. Çünki Allaha xidmət eləmək istəyiriksə, düzgün təməl üzərində qurmalıyıq. İncildə xoşlamadığımız ayələri diqqətsiz qoya bilmərik. Hər şeyə diqqət yetirməliyik. Buna görə də ümid eləyirəm və dua eləyirəm ki, Allah bu dərs vasitəsilə Məsihin bütün bədəni ilə danışsın. Allahın xeyir duası ilə olun. Pionerlər məktəbinin 15-ci dərsinə xoş gəldiniz. Keçən dəfə mən təməl qoymağa başladım. Bu və növbəti dərsdə bunu davam eləmək istəyirəm. Allah kimdir? Onunla yaşamaq nə deməkdir? Lütf altında yaşamaq nədir? Sonuncu dəfə Allahın ədalətliliyi və Allahın məhəbbəti barədə danışdım. Hər ikisini necə başa düşməli olduğumuz haqqında danışdım. Çoxları bunu əvvəllər eşitmədiklərini və bugün hər imanlılar cəmiyyətində bunun təbliğ edilməli olduğunu söylədilər. İndi paylaşacağım mövzunu çoxlarınız əvvəllər heç eşitməyib. Bu dərs həqiqətən də sizin gözləriniz açacaq. Bu həqiqət bizim doğrudan da imanlılar cəmiyyətinə gətirməli olduğumuz bir həqiqətdir. İndi mən bu barədə danışacağam. Növbəti dərsin mövzusu isə lütf altında yaşamağın əhəmiyyəti barədədir. İzah edəcəyəm ki, İsa standartları aşağı salmadı. İsa standartları daha da yüksəltdi. Bugünkü və növbəti dərslər çox vacibdir. Çünki təməl qoyacam. Və biz bu təməlin üzərində qurmaqda davam eləməliyik. Bu təməli qoyandan sonra Luka 10 ilə davam edəcəyik. Burada hər şeyi bir araya gətirməyə çalışacağam. Öyrəndiklərimizi necə tətbiq edə biləcəyimizdən danışacağam. Biz yalnız ilahiyyat istəmirik. İmanlılarda çoxlu ilahiyyat var. Başqa çoxlu bilik var. Amma əslində biz öyrəndiklərimizi yaşamalıyıq. Luka 10 hamımıza bu həyatı necə yaşaya biləcəyimizə və bu həyatı yaşamağa başlamağımıza kömək eləyir. Buna görə də Pionerlər məktəbinin son hissəsində daha praktik olmaq və hər şeyi bir araya gətirmək istəyirəm. Əvvəlcə bəzi şəhadətlərlə bölüşmək istəyirəm. Şəhadətlərlə başlamaq həmişə yaxşıdır. Axırıncı dərsdən sonra xilas olan, şəfa alan, suda və müqəddəs ruhda vəftiz olan insanları görmüşəm. Bu gündəlik həyatımızdır. Şəhadətlərdən birini bölüşmək istəyirəm. Bir neçə həftə əvvəl mənimlə əlaqə saxlayan 25 yaşlı bir qadınla tanış oldum. Bir neçə dostlarımla birlikdə onun evinə getdim.
Mən oraya gələndə o anasının mənzilində çarpayıda uzanmışdı. Çarpayı balaca bir otağın küncündə idi. İşıq da zəif idi. O çox xəstə idi. Demək olar ki, daim bu yataqdaydı. 4 ay idi ki, o xəstə yatırdı. Yalnız bir neçə dəfə ayağa qalxmışdı. Bir neçə il əvvəl avtomobil qəzasında onun başı zədələnmişdi və buna görə baş gicəllənməsi var idi. Daha sonra peyvənd olunmaq üçün həkimə getdi. Həkimin bizə iynə vurmasından əvvəl biz həmişə vaxtında dayanıb fikirləşməliyik. Çünki onlar nə elədiklərini çox vaxt bilmirlər. Bu peyvənddən sonra həmin qadın çox ağır xəstələndi. Bədənini ləkələr bastı. O qədər ağır xəstələndi ki, daha ayaq üstündə dayana bilmirdi. Dayanıb duş qəbul eləyə bilmirdi. Bu qəzadan və peyvənddən sonra yataq xəstəsi oldu və demək olar ki, heç bir şey edə bilmirdi. Görmə qabiliyyəti də zəifləmişdi. Ona çox çətin idi. Televizora baxa bilmirdi. O çox çətin vəziyyətdə idi. Mənimlə əlaqə saxlamasının səbəbi o idi ki, televiziyada müjdəni təbliğ eləyən bəzi dostlarımla bir proqram yayımlandı. Onlar müjdəni təbliğ eləyir, xəstələrə şəfa verirdilər. Həmin qadın başında olan problemlərə görə bu proqrama az baxa bildi. Hər şeyi görə bilmədi. Amma o, dostlarımdan birinin veb saytına girdi və oradan mənim saytıma keçdi. Dostumun veb saytından mənim veb saytıma keçdi. Mənim logomu görəndə sadəcə dedi, "Aa!" və unutduğu bir şeyi xatırladı. Yadına saldı ki, 5 il əvvəl o öz şəhərində küçə ilə gedirdi və orada mənimlə rastlaşdı. 5 il əvvəl o alış-veriş edirdi və bir gün dükandan çıxanda mən ona yaxınlaşdım. Onunla söhbət elədim. Onun üçün dua elədim. Kürəyindəki ağrı getdi. O tamamilə şəfa aldı. Onun bir ayağı və kürəyi əvvəllər çox ağrıyırdı. Həmin gün isə o tam şəfa aldı. Heç vaxt Allahı hiss eləmədiyi bir şəkildə müqəddəs ruhu hiss elədi. Bu ona böyük təsir göstərdi. O mənim vizit kartımı götürdü. Veb saytımın adı, logonun şəkli orada var idi. Amma sonra kollecə getdi. O orada yaşayırdı. Oradakı insanların Allah haqqında anlayışı yox idi. Bu qadının Allah haqqında biliyi o qədər yeni idi ki, bildiyini unutdu. O xilas olmamışdı. Allahla təcrübə yaşadı. Allahla maraqlandı. Lakin hər şeyi unutdu. Sonra kollecdə yaşadığı ev yandı və məndən aldığı vizit kartım da yandı. Sonra o hər şeyi unutdu və 5 ildən sonra o yataqda uzanmışdı. Çox xəstə idi. Veb saytımı görəndən sonra birdən o 5 il əvvəl baş vermiş hər şeyi xatırladı. Öz-özünə dedi, "Hə, mən onunla əlaqə saxlamalıyam." O mənimlə əlaqə saxladı və dostlarımla birlikdə ona baş çəkdik. Həmin gün o tövbə elədi. Bir neçə həftə bundan əvvəl idi. Xilas oldu, Allahı tanıdı. Mən xilası yenicə tanınmış bir dostuma dedim ki, onu evinə aparıb vəftiz elə. O əvvəllər heç vaxt heç kimi vəftiz eləməmişdi. Amma şagirdlik məhz belə olur. Ona görə də onu evə apardılar. Mən isə evə getdim. Çünki orada onların mənə ehtiyacları yox idi. Çünki mən orada olsam, hər şeyi özüm eləsəm, onlar şagird olaraq heç vaxt yetişməyəcəklər. Mən onlardan ayrıldım və onlar qadını evə apardılar. Onu vəftiz elədilər. İlk dəfə idi ki, onlar vəftiz elədilər. Qadın vəftiz olunaraq sudan çıxanda özünü zombi kimi hiss eləyirdi. Onun xəstəlik problemi hələ də var idi. Xəstəliyi yüzündən sevgi və sevinç hiss edə bilmirdi. Amma onu vəftiz eləyən adam 2 paketlə ona yaxınlaşdı və soruşdu. Yaş paltarlarını hansı paketə qoymaq istəyirsən? Qadın bir paketi göstərdi. Onu götürdü və yaş paltarını paketə qoydu və evinə getdi. Evə gələndə paketdən yaş paltarı çıxardı. Paketin içində bir kağız var idi. Bu kağızda Məsihçi mahnısının sözləri yazılmışdı. O mətni oxumağa başlayanda həmin mahnını xatırladı. O mahnını 5 il əvvəl mənimlə tanış olanda eşitmişdi və bunu oxuyanda hər şey onun üçün çox aydın oldu. O sadəcə ağladı, ağladı və ağladı. Sonra isə azad oldu.
Paketi ona verən insanlar bilmirdilər ki, paketin içində mahnının sözləri yazılmış bir kağız var. Sanki təsadüfən oldu. Çünki onların qızı məktəbdə bu mahnını oxumuşdu və kağızı paketdən çıxarmağı unutmuşdu. Qadın nəm paltar olan paketi evinə gətirdi. Paltarlarını çıxarandan sonra paketi zibilə atmaq istədi. Ancaq orada mahnının sözlərini tapdı. Qadın azad oldu. Müqəddəs ruh ona toxundu. 2 həftə sonra, bir neçə gün əvvəl, mən bir görüş keçirmək üçün bir evə getmişdim. O da oradaydı. Bu qadın gülümsəyərək dayanmışdı. O mətbəxdə dayanıb bizim üçün şam yeməyi hazırlayırdı. Daha o alaqaranlıq otaqda çarpayda xəstə yatmırdı. İndi başqa evdə mətbəxdə dayanıb bizim üçün şam yeməyi hazırlayırdı. O dedi, 2 həftə əvvəl ruhdan doğuldum, mən yenidən doğuldum, azad oldum. İndi mənim yeni həyatım var. Bu gündən etibarən həmişəlik Məsihlə yaşayacağam. O qadın elə radikal idi ki, o qədər azad idi ki, o öz şəhadəti ilə bölüşürdü. Başqalarının onun haqqında düşündüklərindən necə azad olduğu barədə danışırdı. İndi o çox cəsarətlidir. Əvvəllər heç vaxt yaşamadığı bir azadlığı yaşayır. Eyni zamanda o, öz anası üçün dua elədi və anası əllərindəki xəstəlikdən şəfa aldı. Həyatı dəyişdi. Sizə kömək eləmək istəyirəm ki, siz gündəlik həyatınızda müqəddəs ruhla yaşayasınız. İnsanlar şəfa alsınlar, azad olsunlar, xilas olsunlar, müqəddəs ruhda vəftiz olunsunlar və imanlılar cəmiyyəti böyüsün. Bu, hər bir kəs üçündür. Keçən dəfə mən Allah haqqında, Allahın ədalətliliyi və məhəbbəti haqqında danışıb dua eləyərkən mənə bir fikir gəldi və indi onu sizə söyləmək istəyirəm. Bu, Allahın xeyirxahlığıdır ki, biz onun ədalətliliyi haqqında eşidirik. Onda biz onun müqəddəs olduğunu anlaya bilərik və nəticədə sevgisini yaşaya bilərik. Bunu bir daha demək istəyirəm. Bu, Allahın xeyirxahlığıdır ki, biz, siz və mən onun ədalətliliyi haqqında eşidirik. Niyə? Çünki onda biz onun müqəddəs olduğunu anlaya bilərik və nəticədə onun sevgisini yaşaya bilərik. Onu ata kimi tanıya bilərik. Bunu məhz belə başa düşməyimiz çox vacibdir. Keçən dərsdə dediyim kimi, siz Allahı həqiqətən tanımasanız, onu sevə bilməzsiniz. Onu tanımaq, ondan qorxmaq deməkdir. Mən sizə müqəddəs kitabdan həqiqətən radikal olan bir sözü deyəcəm. Bu çoxlarını şoka salacaq. Amma unutmayın ki, bu Allahın xeyirxahlığıdır. Siz onun ədalətliliyi haqqında eşidirsiniz. Onda siz onun müqəddəs olduğunu anlaya bilərsiniz və nəticədə onun sevgisini, onun lütfünü yaşaya bilərsiniz. Bugünkü dərsə başlamazdan əvvəl deməliyəm ki, bugün və növbəti dəfə bu dərsin təməlini qoymaq istəyirəm. Növbəti dərsdə lütf və yeni əhdə lütfün nə olduğu haqqında danışmaqda davam eləyəcəyəm. Mövzunu isə bugün başlayacağam. Yəhya 1:16-17-də müqəddəs kitabda deyilir. Hamımız onun bütövlüyündən lütf üstünə lütf aldıq. Qanun Musa vasitəsilə verildi. Lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Buna görə də burada müqəddəs kitabda deyilir ki, biz lütf üstünə lütf aldıq. Qanun Musa vasitəsilə verildi. Lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Lütf üstünə lütf aldıq sözü haqqında demək istəyirəm. Üstünə sözünün mənası əvəzinə ola bilər. Hesab eləyirəm ki, bu ayədə lütf əvəzinə lütf aldıq olmalıdır. Çünki köhnə əhddə də lütf var idi. Amma yeni əhdin də lütfü var idi. Lakin əhdi cədid lütfü, əhdi ətik lütfündən daha böyükdür. Çünki qanunun edə bilmədiyi bir şey var idi. İnsanlar qanun altında bir şey yaşaya bilmirdilər. Məhz bunu biz indi lütf vasitəsilə yaşaya bilərik. Bu nədir? Bu azadlıqdır. Günahdan azad olmaq. Romalılara 6:14 deyir ki,
Günah sizə hökmranlıq eləməyəcək. Ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Qanun altında olan insanların üzərində günah hökmranlıq eləyir. Siz qanun altındasınızsa, günahdan azad ola bilməzsiniz. Çünki qanun İsa'nın gəlişinin məqsədini yerinə yetirə bilməzdi. Ancaq İsa Məsih vasitəsilə biz günahdan azad ola bilərik. Qanun altında olanda siz günah altındasınız. Amma lütf altında olanda siz daha günah altında olmursunuz. Günahdan azad olursunuz. Növbəti dərsdə bu barədə daha ətraflı danışacağam. Beləliklə, biz lütf əvəzinə lütf aldıq. Musanın gətirdiyi qanun indi bizim İsa Məsihdə edə biləcəyimizi edə bilmədi. Qanun bizə kömək edə bilmədi. Qanun yalnız İsa Məsihə işarə eləyirdi. Bu barədə daha ətraflı növbəti dərsdə danışacağam. Amma indi lütf əvəzinə lütf aldıq. Əhd-i Cədiddə lütf günahı örtbasdır eləmir. Çünki lütf insanların düşündüyündən daha böyük bir şeydir. Lütf bizə kömək eləyir. Qanun vasitəsilə edə bilmədiyimizi Əhd-i Cədiddə lütf vasitəsilə edə bilirik. Lütf müqəddəs həyatı yaşamağa bizə kömək eləyir. Titə 2:11-12-də deyir: Allahın bütün insanlara xilas gətirən lütfü zühur elədi. Bu lütf bizə Allahsızlığı və dünyəvi ehtirasları rədd eləyib, bu dövrdə ağıllı, kamallı, salih və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Biz Allahın lütfü barədə danışırıq. Lütf bizi öyrədir. Biz bu dünyada ağıllı, kamallı, salih və möminliyə uyğun yaşamalıyıq. Allahın lütfü günahı örtbasdır etməkdən daha böyük bir şeydir. Lütf müqəddəs həyatı yaşamağı bizə öyrədir. İbranilərə məktuba nəzər salacağıq. Görəcəksiniz ki, biz Musanın qanunu altında deyil, lütf altında yaşayırıq. Biz bunu tərsinə başa düşürdük. Bir çox insanlar lütf altında yaşamağın nə olduğunu tamamilə səhv başa düşürlər. Sizinlə birlikdə İbranilərə məktubu nəzərdən keçirəndə siz şoka düşəcəksiniz. Biz İbranilərə məktuba baxacağıq. Bu sizin gözlərinizi açacaq. Çünki bugün kilsədə ən böyük problemimiz odur ki, biz məsihçiliyimizi kilsədə eşitdiyimiz vəzlərin əsasında qururuq. Kontekstdən çıxarılmış bir neçə ayələrə aid vəzi eşidərək məsihçiliyimizi qururuq. Amma xatırlayın ki, ilk məsihçilərin müqəddəs kitabında fəsillər və ayələr yox idi. Buna görə də onlar oradan bir ayə, buradan bir ayə və ya oradan bir fəsil götürə bilmirdilər. Yox. Onlarda bütöv məktublar var idi və onlar məktubları bir-bir oxuyurdular. Ümid edirəm ki, siz bu təlimə hazırsınız. Mən davam eləməzdən əvvəl dua eləmək istəyirəm. Onu da demək istəyirəm ki, indi mən İbranilərə məktuba nəzər salmağa başlayacağam. Əgər sizin vaxtınız yoxdursa, əgər bütün dərsi keçməyə vaxtınız yoxdursa, nəsə eləməli olduğunuz üçün bu dərsi 2 yerə bölüb indi bir hissəsinə baxmaq və sonra qalan hissəyə baxmaq istəyirsinizsə, yaxşı olar indi dayanın. Mən İbranilərə başlamazdan əvvəl dayanın. Çünki İbranilərə məktubu araşdıranda fasilə etməyiniz yaxşı olmayacaq. İbranilərə aid hissənin ortasında təlim çox radikal olacaq. 2 ağızlı qılınc canınızla ruhunuzu kəsib ayıracaq. Bunun ortasında dayanmamağınız çox vacibdir. Çünki o zaman böyük problemləriniz olacaq. Bugün bölüşəcəyim hər şeyi başa düşməyiniz çox vacibdir. Buna görə də ortada dayanmayın. Videoya axıra qədər baxın. Çünki daha sonra mən hər şeyi izah edəcəyəm və siz bunu düzgün şəkildə başa düşəcəksiniz. Bu sizin üçün bir xəbərdarlıqdır. Əgər bütün hissəni görməyə vaxtınız yoxdursa, bu videonun ortasında dayanmayın. Hamısına baxmağa vaxtınız yoxdursa, indi dayanın və işinizi bitirəndən sonra gəlib davam eləyin. İndi dua edib
İbranilərə məktubla davam edəcəyəm. Allahım, bu dərsə görə sənə təşəkkür eləyirəm. Dua edirəm ki, bu dərs kilsədə olan adamların gözlərini açsın. Üzərində quracağı bir təməl olsun. Sənə şükürlər olsun. Çünki sən öz müqəddəs ruhunla bu dərs vasitəsilə işləyəcəksən. Bu kəlamı bölüşməkdə mənə kömək elə. Müqəddəs ruhunla gəl və düzgün bölüşməyimə kömək elə. Adamlarda düzgün Allah qorxusu yaransın. Səhv qorxu yaranmasın. Bu həqiqət mənim həyatımı dəyişib. Onların da həyatını dəyişsin. Bu videonu görən hər kəsin gözləri açılsın. Necə ki, sən mənim gözlərimi açmısan. Onların da gözləri açılsın. Öz müqəddəs ruhunla gəl və bizə kömək elə. Bizə görmək üçün göz ver, eşitmək üçün qulaq ver və bu gün kəlamı qəbul edən ürəyi ver. İsa'nın adı ilə. Amin. Dərsi davam eləyirik. İbranilərə məktubla davam eləyəcəyik. Başlamazdan əvvəl İbranilərə məktub haqqında biraz məlumat paylaşmaq istəyirəm. Bunu başa düşmək çox vacibdir. İbranilərə məktubu kimin yazdığını dəqiq bilmirik. Bəziləri müəllifin Apollos olduğunu deyirlər. Bəziləri müəllifin Paul olduğunu, digərləri isə başqa insanların olduğunu söyləyirlər. Amma bilirik ki, bu məktub yəhudilərə yazılmışdı. Məsihi qəbul eləmiş yəhudi möminlərə yazılmışdı. Məsihlə yaşamış, məsihçi yəhudilərə. Lakin onlar çoxlu təqiblərə məruz qaldılar. İbranilərə məktub bu barədə yazır. Onlar çox təqib olundular, döyüldülər, onların əşyalarını oğurlayırdılar. Onlar çoxlu təqiblər yaşayırlar. Lakin kilsə tarixindən bilirik ki, bu məktub İmperator Neronun vaxtında yazılıb. Əvvəlcə İmperator Neron təqibləri başladı. Sonra isə təqiblər çox gücləndi. Neron çoxlu məsihçiləri qətlə yetirdi. Amma burada görürük ki, bu məktub təqiblərin qətl mərhələsinə çatmazdan əvvəl yazılmışdı. Çünki İbranilərə məktubda deyilir, günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız. İbranilərə məktub təqiblərin kəskin mərhələsindən bir qədər əvvəl yazılmışdı. İnsanlar imanlarına görə hələ qətlə yetirilmirdilər. Lakin bu məsihçilər, bu yəhudilər təqibləri asanlıqla dayandıra bilərdilər. Sadəcə bir şey eləmək lazım idi. Sadəcə sinaqoqa qayıtmaq lazım idi. O dövrdə sinaqoq imanlılar cəmiyyəti kimi təqib olunmurdu. Sinaqoqa qayıtsaydılar, onlara və ailələrinə qarşı təqiblər dayanacaqdı. Buna görə də bəzi insanlar bu sınağa tab gətirmədilər. Sinaqoqa qayıtdılar. Sinaqoqa qayıtmaq üçün onlara bir şey eləmək lazım idi. Onlar İsa'nı açıq şəkildə inkar eləməli idilər. Sinaqoqa qayıtmalı idilər və hamı qarşısında bu sözü deməli idilər. Məni satın alan İsa Məsihi inkar eləyirəm. İsa Məsihin xilaskar olmasını inkar eləyirəm. Onlar İsa Məsihi inkar etsəydilər, sinaqoq onları qəbul edərdi. Nəticədə onlara və onların ailəsinə olan təqib dayanacaqdı. Beləliklə, məktubda yazılıb, imanda davam eləyin, geri qayıtmayın, imanda davam eləyin. Bu məktubda dəfələrlə İsa'nın böyüklüyü haqqında danışılır. Deyilir ki, İsa mələklərdən böyükdür. İsa Musadan böyükdür. Bizim yeni əhdimiz var. Bizim yeni, əbədi yaşayan baş şahinimiz var. Bu baş şahin əvvəlki baş şahinlərdən daha böyükdür. Daha yaxşıdır. İndi mənimlə birgə İbranilərə məktuba nəzər salsanız, burada yazılanların nə üçün yazıldığını görəcəksiniz və başa düşəcəksiniz. Müəllif bunları yazır ki, onlar Məsihə imanda davam eləsinlər. Bizdə köhnə əhdə olandan daha güclü olan bir şey var. Bizdə yeni, daha güclü bir şey var. Ona görə də geri qayıtmayın. Demək istəyirəm ki, mən artıq uzun illərdir Allaha xidmət edirəm və bir çox insanlar tanıyıram ki, bir vaxtlar Allahla yaşayıblar. Lakin bugün Allahdan uzaqdılar. Qürura görə,
Günahın həyatlarına gəlməsinə icazə verdiklərinə görə, ürəklərinə incikliyi qəbul etdiklərinə görə onlar günaha batır və bu gün Allahla yaşamırlar. Bəzi kilsələrdə çoxları ilıq vəziyyətə gəlirlər. Çoxları Allahdan uzaqlaşırlar. Niyə? Onların təlimlərinə görə. Biz axır zamanda yaşayırıq. Bu belə də olmalıdır. Lakin bu gün mənim paylaşacağım bu təlimi adamlar başa düşsələr, onlar kimi eyni şəkildə günaha batıb Allahdan uzaqlaşmazlar. Bu təlim bizim həyatımızı dəyişib, bizi xilas eləyib. Biz çətin dövrdən keçmişik. Biz səhra adlanan dövrdən keçmişik. Mənə çox çətin idi. Bir neçə il əvvəl ölmək istəyirdim. Həqiqətən çətin idi. Amma heç vaxt Allaha qarşı şikayətlənmədik. Həyatımıza heç vaxt günahın girməsinə yol vermədik. İmanla davam elədik. Niyə? Məhz bu təlimə görə. Bunu anladığımıza görə. Hesab eləyirəm ki, bu bütün imanlılar cəmiyyəti üçün çox vacibdir. Məsihdə davam eləmək üçün, həlak olmamaq üçün bunu başa düşmək çox vacibdir. Bu təlim sizin həyatınızı xilas eləyə bilər. Bu təlim bir çox insanın həyatını xilas eləyə bilər. Gəlin davam eləyək. İbranilərə məktub 1-ci fəsildə Məsih barədə deyilir. Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. İsa Məsih Allahın mahiyyətinin tam surətidir. Sonra deyilir, mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu. 1-ci fəsil İsa'nın Allahın oğlu olduğundan danışır. O mələklərdən daha üstündür. Allah mələklərə demədiyi sözü İsa'ya söylədi. İsa mələklər kimi deyil. İsa mələklərdən daha üstündür. İsa mələklərdən daha yaxşıdır. İsa Məsihdə bizim xilasımız var. Bu barədə növbəti fəsil danışır. Lakin burada əvvəldən yazılıb ki, İsa mələklərdən daha üstün olduğu üçün eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın. Biz mələklərin qarşısında deyil, mələklərdən daha üstün olan İsa Məsihin qarşısında dayanırıq. Buna görə də eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın. Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi. Hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə, bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bugün bütün yer üzündə olan bəzi dindar kilsələrdə İsa Məsihi tamamilə yanlış təqdim edirlər. Bir şey unuduruq. İsa yer üzünə gələndə çox qısa müddətə insanlara oxşar oldu. Amma o dirildi. O indi səmalarda Allahın sağında oturdu. Bugün bu onun bədənidir. Bugün bu İsa'dır. Bir çox məsihçilər bunu unudurlar. Bugün bir çox məsihçilər İsa'nı yer üzündə yaşayan insan kimi görürlər. Amma indi İsa yer üzündə yaşamış İsa deyil. O səmalarda olan İsa'dır. Yer üzündəykən İsa ilə birlikdə olan insanlar arasında İsa'ya ən yaxın olan şagirdlərdən biri İsa'nın sevdiyi Yəhya idi. Yəhya vəhyin əvvəlində İsa'nı səmavi bədənində görəndə İsa'ya yaxınlaşmadı. Ona əl verib demədi, salam İsa, dostum, xoş gördük. O bunu eləmədi. Yəhya Məsihi gördükdə ölü kimi onun ayaqlarına düşdü. Çünki Yəhya İsa'nın izzətinə baxa bilmirdi. Yəhya yer üzündəkən İsa'ya çox yaxın idi. Amma Yəhya İsa'ya yaxınlaşmadı. Ona əl verib demədi, salam, xoş gördük. Yəhya ölü kimi yerə sərildi. İsa mələklərdən daha çox yüksəkdir. Bugün biz İsa'nı olduğu kimi görsəydik,
Yəhya kimi yerə sərilərdik. İndi İsa bizimlə daha yer üzündəki kimi danışmır. İndi İsa bizimlə səmalardan müqəddəs ruhu vasitəsilə danışır. Siz bunu sonra daha çox görəcəksiniz. Mən İbranilərə məktubdan sürətlə keçəcəyəm. Amma mən sizi daha sonra İbranilərə məktubu özünüz üçün oxumağı məsləhət görürəm. Oxuyun ki, burada deyilənləri görə biləsiniz. Sonra davam edir və rahatlıqdan yazır. Biz davam eləməliyik. Bu gün əgər onun səsini eşitsəniz, qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, səhrada sınaq dövründə olduğu kimi inadkar olmasın. Buna görə o nəsildən zəhləm getdi. Dedim, onlar mənim rahatlıq diyarıma girməyəcəklər. O burada nə deyir? Səhradakı sınaq günündə olduğu kimi ürəklərimiz inadkar olmasın. O kimdən danışır? O, Musa və İsrail övladları haqqında danışır. Onlar Misirdən çıxdılar. Onlar Qırmızı dənizdə Musanın ardınca getmək üçün vəftiz olundular və səhrada Allahla birlikdə yaşayırdılar. Lakin onlar ürəklərini inadkar elədilər. Allaha qarşı üsyan elədilər və buna görə də Allah o nəslə qəzəbləndi və o dedi ki, o adamlar onun rahatlıq diyarına girməyəcəklər. İbranilərə məktubda yazılanlar bizə xəbərdarlıq kimi yazılmışdı. Yazılmışdı ki, biz İsraillər kimi eləməyək. Bunlar bugün sizə və mənə bir xəbərdarlıqdır. Biz bu xəbərdarlığı təkcə İbranilərə məktubda görmürük. Biz bu xəbərdarlığı İncildə başqa yerlərdə də görürük. Belə yerlərdən biri 1-ci Korinflilərə 10-cu fəsildir. Və biz burada əhd-i ətiq nümunələrinə baxacağıq. 10-cu fəsildə oxuyuruq. Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu. Hamısı da dənizdən keçdi. Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. Hamısı eyni ruhani qida yedi və eyni ruhani içki içdi. Çünki onlar arxalarınca gələn ruhani qayadan içirdi. O qayada Məsih idi. Buna görə də Paul burada 1 Korinflilərə məktubda deyir ki, onların hamısı Musanın ardınca getmək üçün vəftiz edildi. Eyni ruhani qida yedi və eyni ruhani içki içdi. Onlar arxalarınca gələn ruhani qayadan içirdi. O qaya da Məsih idi. Misirdən çıxan insanları o vaxt Allah tam təmin eləmişdi. İsa oradaydı. O qaya idi. Adamlar Musanın ardınca getmək üçün vəftiz olundular. Onlara lazım olan hər şey onlara verilmişdi. Sonra oxumaqda davam edirik. Amma Allah onların çoxundan razı qalmadı. Allah onları hər şeylə təmin elədi. Onları Misirdən çıxartdı. Amma oxuyuruq ki, Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyil göstərməyək. Bunların hamısı bizim üçün ibrətdir. Yaxşı nümunə deyil, pis nümunədir. Biz belə etməməliyik. Bugün lüt dövründə yaşayanlar, siz və mən, Allahın bu dünyadan çıxartdığı siz və mən, 10-cu fəsil 8-ci ayədə deyildiyi kimi, onlardan bəzisi kimi cinsi əxlaqsızlıq eləməyək. Bir gündə onlardan 23 min nəfər öldü. 9-cu ayə. Məsihi sınamayaq. Onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü.
Keçən dəfə Yəhya 3, 14, 15-ci ayələr barədə danışanda bu barədə demişdim. 10-cu ayə. Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhv edici mələk onları öldürdü. Beləliklə, biz burada oxuyuruq ki, Misirdən çıxan o insanlar bütpərəst oldular. Cinsi günah işlədilər. Məsihi sınadılar. Deyindilər. Buna görə də onların çoxu orada öldü. Allah tərəfindən öldürüldülər. Bunlar bugün əhdi cədid və lütf dövründə yaşayan sizə və mənə yazılmışdı. Bunlar bizim üçün ibrətdir. 1 Korinfillərə 10-11-də yazır. Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd nəsihət kimi yazılıb. Bunlar bizim üçün yazılıb. Buna görə də deyilir ki, biz eşitdiklərimizə daha çox diqqət yetirməliyik. Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi. Hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə, bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Paul 10-cu fəsli bu sözlərlə başlamamışdı. Yenə deyirəm, Paul bunu yazanda fəsillər və ayələr yox idi. Paul çünki sözünü bundan bir qədər əvvəl yazdıqlarına görə deyir. Çünki sözünü niyə dediyini başa düşmək üçün daha əvvəl söylədiyi vacib olan sözlərə nəzər salmalıyıq. Paul hamımızın iştirak elədiyi bir yarışdan danışır. Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. Yarışda iştirak edən hər kəs, hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər. Biz isə solmaz tac almaq üçün çalışırıq. Beləliklə, biz yarışda iştirak edirik. Siz və mən yarışda iştirak edirik. Yarışda iştirak edən hər kəs, hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edirlər. Bəs siz və mən necə? Biz isə solmaz tac almaq üçün çalışırıq. Solmaz tac nədir? Əbədi həyatdır. Daha əvvəl söylədiyim də budur. Biz xilas oluruq. Amma imanda davam edən xilas olacaq. Əsas məsələ Məsihdə davam eləməkdir. Müqəddəs kitabda 60-dan çox xəbərdarlıq ayələri var ki, deyir, biz xilasımızı itirə bilərik. Bəli, bir gün var ki, biz xilasımızı artıq itirə bilmərik. Həmin gün biz əlimizi uzadıb həyat ağacından meyvə yeyəcəyik. Paul burada davam eləyir. Mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım. Paul başqalarına vəz edəndən sonra mükafatdan məhrum olmasından qorxur. Paul başqalarına vəz edəndən sonra mükafatdan məhrum olmasından qorxur. Yarışda iştirak etdiyinə görə Paul öz bədənini məcburən özünə qul edir. Bundan sonra da Paul bu nümunələri gətirir. Əgər siz idmanda düzgün davranmırsınızsa, yarışdan kənar edilirsiniz və hər şey bitir. Daha bu yarışa buraxılmırsınız. Sonra Paul xəbərdarlığını davam edir ki, biz və oradakı insanlar imandan dönməsinlər. Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. Hər birimiz diqqətli olmalıyıq ki, heç birimizdə Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. Yəni, Allahdan uzaqlaşmaq mümkündür. Əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq,
Məsihlə ortaq olarıq. Bu çox aydındır. Bu çox aydındır ki, siz və mən, əgər biz etimadı sonadək möhkəm saxlasaq, orada əgər şərt var, Məsihlə ortaq olarıq. Və sonra o davam eləyir. Və o, həqiqətən maraqlı bir şey söylüyor. Paul yazaraq davam edir ki, biz imandan dönməyək, yoldan azmayaq. Müqəddəs kitabdakı iman, bugün iman hesab elədiyimiz şeydən fərqlidir. Bugün bizim dini eynəklərimiz var. Bir şeyə inanıb, başqa bir şey edə biləcəyimizi düşünürük. Amma bu belə deyil. Müqəddəs kitabın haqqında danışdığı iman bizim düşündüyümüz şey deyil. İman itaət eləməkdir. Bunu sizin üçün yazmışam. Buna diqqət yetirin. İman itaət deməkdir. İmansızlıq isə itaətsizlik deməkdir. Və siz indi bunu açıq aydın görəcəksiniz. Mən bir neçə ayəni sizə göstərəcəyəm. Paul xəbərdarlığını davam edir və deyir, bəs o kimlərə and içdi ki, onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil? Görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər. Görürük ki, onlar imansızlıqlarına görə Allahın rahatlıq diyarına girə bilmədilər. İbranilərə məktubun müəllifi deyir ki, onlar itaət etmədikləri üçün və iman etmədikləri üçün Allahın rahatlıq diyarına girmədilər. Müəllif imansızlığı və itaətsizliyi eyni tutur. Biz 4-cü fəsildən oxumaqda davam edirik. Burada söhbət İsa'nın bizim baş şahinimiz olmasından gedir və biz buna qayıdacağıq. 6-7-ci ayələrdən oxuyuruq. Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər. Bugün əgər onun səsini eşitsəniz, qoy ürəkləriniz inadkar olmasın. Burada o, yenə imanı itaətlə əlaqələndirir. 4:11. Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın. Bu çox aydındır. 3:12-də deyir, ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. Yəni, var olan Allahdan uzaqlaşmaq mümkündür. Allahdan uzaqlaşmaq qeyri-mümkün olsaydı, onun bu sözləri yazması mənasız olardı. Biz canlı Allahdan necə uzaqlaşa bilərik? Əgər imansız ürəyimiz olsa, 3:18-də yazır, itaət etmədiklərinə görə Allahın rahatlıq diyarına girmədilər. İmansızlıqlarına görə, imanla qəbul etmədiklərinə görə, itaətsizliklərinə görə, itaət etmədiklərinə görə. Burada müəllifin itaət, inam, imansızlıq və sair barədə danışdığını görürsünüz. Və bu, təkcə burada deyil, bunu müqəddəs kitabda digər yerlərdə də çox aydın oxuyursunuz. Yəhyanın müjdəsi 3-cü fəsil 16-cı ayə deyil. 36-cı ayədə. Yəhyanın müjdəsi 3-cü fəsil 36-cı ayəni diqqətlə dinləməyə çalışın. Oğula iman edən şəxs əbədi həyata malikdir. Biz buna inanırıqmı? Bəli. Oğula iman edən şəxs əbədi həyata malikdir. Oğula iman etməyənsə həyat görməyəcək. Lakin Allahın qəzəbi onun üzərində qalır. Buna inanırıqmı? Bəli. Amma müqəddəs kitab belə demir. Mən qəsdən səhv oxudum. Müqəddəs kitabda belə yazılıb. Oğula iman edən şəxs əbədi həyata malikdir. Oğula itaət etməyənsə həyat görməyəcək. Lakin Allahın qəzəbi onun üzərində qalır. Görürsünüz, bir yerdə iman haqqında danışır. Digər yerdə isə itaət etməmək barədə danışır. Çünki inanmaq itaət etməkdir. İnanmamaq
itaət etməməkdir. Buna görə də bu dərslərdə mən suda vəftizdən və başqa şeylərdən danışıram. Bu barədə adamlardan belə sözlər eşidirəm. Hə, amma biz inanırıq ki, biz yalnız imanla xilas oluruq. Mən buna inanıram. Biz İsa Məsihlə imanla xilas oluruq. Bəs iman nədir? İman İsa'ya itaət etməkdir. İsa dedi, tövbə eləyin, suda vəftiz olun, müqəddəs ruhda vəftiz olun. Əgər biz İsa'ya inansaq, onun dediyini eləyəcəyik. Beləliklə, müqəddəs kitabda iman itaət deməkdir. Bu çox vacibdir. Bunu gör, dini eynəklərini çıxar. Dini eynəklərin sənə bir şeyə inanıb başqa şey etməyə icazə verir. Dini eynəkləri çıxart. Sən nəyə inanırsansa, elə də hərəkət edirsən. Nəyə inanırsansa, elə də edirsən. Bunları bir-birindən ayıra bilməzsən. Gör, Yaqub öz məktubunda bu barədə nə deyir? Biz bunu görməliyik. Eynəyimizi çıxarmalıyıq. Əks halda müqəddəs kitabı hər dəfə oxuyanda onu səhv başa düşəcəyik. Bu səhv başa düşülən ən böyük anlaşılmazlıqdır. Buna görə də insanlar həlak olurlar. İbranilərə 3 və 4-cü fəsilləri və Yəhya 3:36 kimi bir ayəni başa düşmək çox vacibdir. Bu fəsillərdə deyilir ki, İsa bizim baş şahinimizdir. İsa bizim baş şahinimizdir. Əhd-i Ətiqdə Musanın qanununda baş şahin var idi. O, ildə bir dəfə öz qanı ilə deyil, heyvanların qanı ilə daxili müqəddəs yerə daxil olurdu. Amma bu qan günahları aradan qaldıra bilməzdi. O yalnız zahirdən təmizləyirdi. İndi isə bizdə baş şahin İsa var. Əvvəlki baş şahinlərdən bizim baş şahinimiz İsa fərqlənir. Çünki İsa əbədidir. Əvvəlki baş şahinlər hər dəfə öləndə əvəzinə yenisi gəlirdi. İndi isə bizdə əbədi yaşayan baş şahinimiz var. Buna görə də bizdə olan baş şahin İsa daha böyükdür, daha üstündür. O əbədidir. O yer üzündəki məbədə gəlmədi. O səmalara getdi. Bir dəfə və həmişəlik. O öz qanı ilə gəldi. İsa öz qanı ilə səmalardakı ən müqəddəs yerinə daxil oldu və günahlarımızın bağışlanması üçün qanını təqdim elədi. İsa'nın qanı yer üzündəki hər kəsi bağışlamaq gücünə malikdir. Bu fəsildə bu barədə deyilir. Əvvəllər etdiyim hər şey, hazırda etdiyim hər şey İsa'nın qanı altındadır. İsa bir dəfə hamı üçün öz qanını təqdim elədi və bizi günahdan təmizlədi. Bunu özünüz oxumalısınız. Bu çox güclü həqiqətdir. İsa Allahın sağında oturub. İsa bizim baş şahinimizdir. İsa daha böyükdür. İsa mələklərdən daha üstündür. Həmçinin Musadan da böyükdür. İsa baş şahinlərdən daha böyükdür. İsa o qədər böyükdür ki, bu yeni əhddir. Bir çoxlarınız İsa'nın bizim baş şahinimiz olduğunu və günahlarımız üçün öldüyünü eşitmisiniz. Buna görə də biz indi bağışlana bilərik. Ancaq bundan sonra 6:4-6-da müəllif davam eləyir. İndi siz radikal bir şey görəcəksiniz. Çünki bundan dərhal sonra o həmin insanlara və bizə deyir: bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və müqəddəs ruha şərik olmuş Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Niyə? Çünki özləri Allahın oğlunu yenidən çarmıxa çəkib rüsva edirlər. Beləliklə, o yeni əhdə baş şahin İsa haqqında danışdıqdan sonra deyir ki, imandan dönənləri yenidən geri qayıtmaq mümkün deyil. Niyə? Çünki onlar İsa'nı yenidən çarmıxa çəkirlər. O yeni əhdin baş şahini olan İsa haqqında danışmağa davam edir.
onu əhdi ətik kahinləri ilə müqayisə edir. İsa özünü bir dəfə və hamı üçün qurban təqdim elədi. O burada başlayır və sonra bunu deyərək davam eləyir. Burada daha əvvəl dediyim şeylər haqqında danışmağa davam edir ki, İsa yeni əhdə bizim baş şahinimizdir. Bizdə əhdi ətik şahinləri yoxdur. İsa bir dəfə hamı üçün qurban oldu. Daha qurban təqdim eləməyə ehtiyac yoxdur. Çünki İsa daha böyükdür. Beləliklə, ey qardaşlar, İsa'nın qanı sayəsində ən müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. Bəzi adamların vərdiş elədiyi kimi, bircə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükdə bir-birimizi daha çox ruhlandıraq. Beləliklə, bu indiyə qədər İbranilərdən oxuduğumuz ayələrin icmalıdır. İsa Allahın oğludur, mələklərdən üstündür. İsa Məsihdə xilas var. İnsanlar itaətsizliklərinə, imansızlıqlarına görə rahatlıq diyarına girmədilər. Bunlar bugün yaşayan sizə və mənə xəbərdarlıqdır. İsa bizim baş şahinimizdir. Bir dəfə nurlanmış, sonra isə imandan dönən adamları yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki onlar Allahın oğlunu yenidən çarmıxa çəkirlər. Sonra o davam eləyir. Məsihdən yazır. Yeni əhdin baş şahini İsa'dan yazır. Köhnə əhdin kahinlərindən deyir. Sonra da İsa'nın birdəfəlik ölümü haqqında yazır. Sonra o, Allahın önünə getməyə cəsarətimiz çatır yazır. İndi isə həqiqətən də radikal sözlər eşidəcəksiniz. İndi mən bir neçə ayəni götürəcəyəm və bunları əvvəldən izah etməyəcəm. Sadəcə olaraq İbranilərə məktubun qalan hissəsini nəzərdən keçirəcəyik. Siz yeni bir şey yaşayacaqsınız. Əvvəllər eşitmədiyiniz sözü eşidəcəksiniz. Məncə, bir çoxumuz İsa'nın günahlarımızı bağışlamaq üçün bir dəfə öldüyünü eşitmişik və biz bunu eşitməyə xoşlayırıq. Amma bu ayədən dərhal sonra bu sözlər yazılıb. 10:26-27-də həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam eləsək, artıq günah üçün qurban qalmır. İsa bir dəfə hamı üçün öldü. İsa bizim günah üçün yeganə qurbanımız oldu. Sonra yazılır. Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. Əgər həqiqəti dərk etdikdən sonra qəsdən günah ediriksə, daha günah üçün qurban qalmır. Mühakimənin dəhşətlə gözlənməsi qalır. Bu radikaldır. Sonra davam edir. Musanın qanununu heç sayan adam 2 yaxud 3 şahidin sözü ilə rəhm edilmədən öldürülür. Yazır ki, əgər həqiqəti dərk etdikdən sonra qəsdən günah ediriksə, daha günah üçün qurban qalmır. Mühakimənin dəhşətlə gözlənilməsi qalır. Sonra yazır, Musanın qanununu heç sayan adam 2 yaxud 3 şahidin sözü ilə rəhm edilmədən öldürülür. Yəni deyir, əgər bilə-bilə günah edirsənsə, 2 və ya 3 şahidin sözü ilə qanuna görə rəhimsizcəsinə öldürülür. O bunu deyir. Biz isə hər şeyi alt-üst elədik. Çünki bizdə həmişə belə deyirlər. Hə, nə yaxşı ki qanunun altında deyiləm, nə yaxşı ki lütf altındayam.
Biz Musanın qanunu altında deyilik. Qəsdən günah edəndə 2 və ya 3 şahidin sözü ilə rəhimsizcəsinə öldürülmürük. Biz bu qanunun altında deyilik. Bugün biz Allaha şükür edirik ki, biz bu qanunun altında deyilik. Amma görün nə yazır? Əgər bir nəfər Allahın oğlunu tapdalayaraq təqdis edildiyi əhdin qanunu adi bir şey sayıb, Allahın lütfkar ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? Beləliklə, biz qanunun tabirində deyilik, Musanın qanununu rədd eləmirik. Əgər həqiqəti dərk etdikdən sonra qəsdən günah işlədiriksə, lütf ruhunu rədd eləmiş oluruq. Beləliklə, əgər bir nəfər Allahın oğlunu tapdalayaraq təqdis edildiyi əhdin qanunu adi bir şey sayıb Allahın lütfkar ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? Niyə? Çünki İsa Musadan çox böyükdür. İsa mələklərdən çox böyükdür. İsa çox böyük olduğuna görə biz bunu oxuyuruq. Davam edir. Çünki qisas mənimdir, əvəzini mən verəcəyəm. Və yenə də Rəbb öz xalqını mühakimə edəcək deyəni tanıyırıq. Var olan Allahın əlinə düşmək dəhşətdir. Müqəddəs kitab yazmır. Var olan Allahın əlindən düşmək dəhşətdir. Müqəddəs kitab yazır. Var olan Allahın əlinə düşmək dəhşətdir. Əhd-i Cədiddə kəlam bunu deyir. İbranilərə məktub müqəddəs kitabda yeni əhd haqqında bəhs edən ən dəqiq, vacib, aydın məktubdur. Yeni və köhnə əhdin fərqini göstərir. Bugün bəzi kilsələr var ki, hər şeyi tərsini ediblər. Öz-özlərinə deyirlər, ah, nə yaxşı, mən qanun altında deyiləm, mən lütf altındayam. Onlar hesab edirlər ki, lütf altında olanda günah edə bilərlər. Allah məni cəzalandırmayacaq. Lakin biz Allahın oğlunu tapdalasaq, daha böyük cəzaya layiq olacağıq. Bu məktub məsihçi olan yəhudilərə yazılmışdı. Bu sözlər radikaldır. Davam eləyək. Buna görə cəsarətinizi itirməyin. Söhbət ən müqəddəs yerə gəlmək cəsarətindən gedir. Bu cəsarətə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi, yəni əbədi həyatı, almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. Biz isə geri çəkilib həlak olanlardan deyilik. İman edib canlarının xilasına nail olanlardanıq. Beləliklə, müəllif çox radikal sözlər yazır. Sonra isə yazır ki, biz, yəni biz, geri çəkilənlərdən deyilik. Biz imanda davam edənlərdənik ki, canımız xilasa nail olsun. Sonra o davam eləyir. İbranilərə məktub 11-ci fəsil iman haqqında yazır. Bunları başa düşsəniz görəcəksiniz ki, o adamlar imanda davam etmədilər. İmandan döndülər. Bu sözlər bugün yaşayan bizlər üçün yazılmışdır. Onlar çox pis nümunələr idilər. Misirdən çox adam çıxdı. Təxminən 2 milyondan çox adam.
Yalnız bir neçəsi vəd olunmuş torpağa gəldi, rahatlıq diyarına girdi. Müqəddəs kitab bunlar barədə belə dedi. Amma 5 fəsil sonra deyilir ki, orada Sara kimi, İbrahim kimi, Musa kimi insanlar var. Onlar imanda davam eləmək üçün hər şeyi tərk etdilər. Onlardan mütləq nümunə götürək. Beləliklə, İbranilərə 11-ci fəsildə iman qəhrəmanları barədə yazılır. 12-ci fəsildə Allahın bizi tərbiyə etməsi barədə yazılır. Allah həqiqi oğul və qızları olan bizlərə tərbiyə verir. Allah həyatımızda işləyir. Sonra o davam eləyir. 12-ci fəsildə həqiqətən də radikal sözlər yazılıb. Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın. Yəni, Allahın lütfündən məhrum olmaq mümkündür. O burada yazır. Aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin. Qoy heç kim əxlaqsız və yaxud Esav kimi Allahsız olmasın. O, bir qap xörəyə görə öz ilk oğulluq haqqını satdı. Yəni burada yenə əvvəlki kimi danışır. Belə etmə, onlar kimi etmə, el etmə. Aranızda bir acı kök böyüməsin. Əxlaqsız olma. Bir qap xörəyə görə ilk oğulluq haqqını satan Esav kimi olma. Esavla nə baş vermişdi? Əhd-Əhdiqdə Esav və Yaqub barədə yazılıb. Siz oxuyursunuz ki, Esav evə gəldi. O çöldə idi və evə gəldi. Ac idi. Yaqub isə yemək bişirmişdi. Şorba bişirmişdi. Esav dedi, mənə də ver. Yaqub dedi, əgər mənə ilk oğulluq haqqını versən, yeyə bilərsən. Esavın münasibəti belə idi. İlk oğulluq haqqı nəyəmə lazım? Acından ölürəm. İlk oğulluq haqqımı götürə bilərsən, mənə yemək ver. Esav ilk oğulluq haqqını bir kasa yeməyə satdı. Bu bizim üçün bir xəbərdarlıqdır. Bunlar bugün yaşayan bizlər üçün yazılmışdı. Əvvəlcə deyir, qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Bunu dedikdən dərhal sonra yazır. Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Yeganə şey nə qalır? Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. Sonra Esavdan yazır. Oxuyuruq. Bilirsiniz ki, bundan sonra da o, xeyirduanı irs olaraq almaq istəyirdi. Lakin rədd olundu. Xeyirduanı göz yaşları ilə axtarsa da, atasının fikrini dəyişməyə qadir olmadı. Esav sonra gəlib yalvardı. Göz yaşları ilə axtardı. Amma geri ala bilmədi. Allah onu rədd etdi. Xeyirduanı göz yaşları ilə axtarsa da, atasının fikrini dəyişməyə qadir olmadı. Esavla Allahın münasibəti kəsildi və o rədd edildi. Məndən ayrılmayın. Bu çox radikaldır. Bilirəm ki, bir çoxunuz öz-özünə düşünür. Mən də qəsdən günah etmişəm. Məhvə gedirəm. Buna görə də indi məni dinləməkdə davam etməyiniz vacibdir. İmkan verin, müqəddəs ruh sizdə işləsin. Kağızlı qılınc olan kəlam ürəyinizin fikir və niyyətlərini ayırd eləsin. Bunu daha sonra izah edəcəm. Mən bunu izah edəcəyəm. Sonra o, yenə köhnə və yeni əhd haqqında danışır. Əvvəllər də bunları müqayisə edirdi. Bundan sonra yazılıb. Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya, şeypur gürültüsünə və kəlam söyləyən səsə yaxınlaşmadınız. Söhbət hansı dağdan gedir? Bundan sonra o deyir, siz toxunula bilən, odla yanan bir şeyə,
qaranlığa, zülmətə, qasırğaya, şeypur gürültüsünə və kəlam söyləyən səsə yaxınlaşmadınız. Allah bu dağa endi və Musaya 10 əmri verdi. O qədər qorxulu idi ki, hətta dağa bir heyvan belə toxunsa o daşqalaq edilməli idi. Çıxış kitabında oxuyuruq ki, Allah dağa enəndə adamlar çox qorxmuşdu. Çünki müqəddəs Allahın izzəti dağa enmişdi. Sonra bu gün yaşayan siz və mənim üçün yazılmış yeni əhdə deyilir ki, biz o dağa yaxınlaşmadıq. Onda biz rahat oluruq, düşünürük. Nə yaxşı, biz o dağa gəlməmişik. Biz indi əhd-i cədid dövründə yeni əhd ilə yaşayırıq. Mühakimə etməyən lütf və məhəbbət Allahımız var. Biz indi günah içində yaşaya bilərik. Biz onlar kimi deyilik. Amma belə yazılmayıb. Belə yazılıb. Siz odla yanan dağa yaxınlaşmadınız. Bəs biz nəyə yaxınlaşdıq? Siz Sion dağına, var olan Allahın şəhərinə, səmavi Yerusəlimə, yeni əhdin vasitəçisi olan İsa'ya yaxınlaşdınız. Xeyr, biz Musanın endiyi dağa yaxınlaşmadıq. Orada insanlar çox qorxurdular. Hətta dağa toxunan heyvan belə öldürülməli idi. Biz bundan daha böyük bir şeyə yaxınlaşdıq. Biz Sion dağına, səmavi Yerusəlimə, yeni əhdin vasitəçisi olan İsa'ya yaxınlaşdıq. Oxumağa davam edirik. Bunu deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir. Sonra davam eləyir. Buna görə sarsılmaz padşahlığa nail olduğumuz üçün minnətdar olaq. Belə ki, möminlik və ehtiramla Allaha məqbul tərzdə ona ibadət edək. Çünki Allahımız yandırıb yaxan alovdur. Mən cəsarət edib sizə deyə bilərəm ki, bu vaxta qədər köhnə və yeni əhd haqqında, Allahın lütfü haqqında eşitdiyiniz hər şey yalandır. Hər birimiz fikirləşirik ki, yeni əhdin Allahı, yəni lütf Allahı, əhd-i ətikdə olduğu kimi müqəddəs və qorxulu deyil. Bizi sevən İsa'mız var. Biz lütf altındayıq. Biraz istədiyimiz kimi yaşaya bilərik. Amma müqəddəs kitab bunu demir. Müqəddəs kitab bunun tam əksini deyir. Onlar mələklərə qulaq asmayanda cəzalandırıldılar, cəza aldılar. Amma bizdə olan mələklərdən daha böyükdür. Bizdə olan baş şahindən daha böyükdür. Bizdə olan İsa Musadan daha böyükdür. Buna görə də Musanın qanunu altında onlar qəsdən günah edəndə 2 və ya 3 şahidin sözü ilə öldürüldülərsə, həqiqəti dərk etmiş bizlər qəsdən günah ediriksə, bugün daha böyük cəza almayacaqmı? Çünki biz
Musaya qarşı günah etmirik. Biz Allahın oğlunu tapdalayırıq. Biz lütf ruhunu təhqir edirik. İsav ilk oğulluluq haqqını satdı. Sonra mirası almaq istəyəndə ala bilmədi. Göz yaşları ilə yalvarsa da geri ala bilmədi. Əgər bir dəfə imandan dönsən, geri qayıda bilməyəcəksən. Çünki Allahın oğlunu yenidən çarmıxa çəkirsən. Bilmirəm, dindar kilsədə sənə nə öyrədirlər? Öyrədirlər ki, nə etsən belə həmişə bağışlama var. Biz bunu eşitmişik. Məni də belə öyrətmişdilər. Hər birimizi belə öyrətmişdilər. Amma bu səhvdir. Eşitdiyimiz hər şey səhvdir. Biz aldanmışdıq. Çünki biz fəsil və ayələr üzərində qurulmuş məsihçilik yaşayırıq. Buna görə də heç kim həqiqəti görmür. Bu dəfə mən nə etdim? Mən bütün İbranilərə məktubu nəzərdən keçirdim ki, siz bunu tamamilə fərqli şəkildə görəsiz. İbranilərə məktub bununla bitmir. Məktub bu sözlərlə bitir. İsa Məsih dünən, bugün və əbədi olaraq eynidir. İsa Məsih indi hardadır? O səmalardadır. Allahın sağında oturub. Yəhya İsanı səmavi bədənində görəndə ölü kimi yerə sərildi. İsa daha böyükdür. İsa göylərdədir. İsa mələklərdən daha böyükdür. O, Musadan daha böyükdür. İsa dünən, bugün və əbədi olaraq eynidir. Qısa müddətə İsa yer üzünə inib insan kimi yaşadı. Öləndən sonra isə dirildi və indi səmalardadır. Buna görə də hər dəfə bunu eşidəndə bunu unutmayın. Hamınıza lütf olsun. Bəli, hamınıza lütf olsun. Lütf örtbasdır eləmir. Lütf günahı örtbasdır eləmir. Lütf günaha icazə vermir. İndi istəmirəm siz oturub fikirləşəsiz. Həlaka gedirəm. Çünki heç birimiz əvvəllər bunu eşitməmişdik. Hər kəs bunu ilk dəfə eşidəndə fikirləşir. Mən həlaka gedirəm. Çünki Məsihçi olandan sonra qəsdən günah etməmiş insanı hardan tapa bilərik? Belə insanlar var. Bəs onlar hardadır? Mən günah işlətdiyimi bilirəm. İndi bunu sizə izah etmək istəyirəm. Sizi çox gözlətmək istəmirəm. Kəlamın nə dediyini izah eləmək istəyirəm. Çünki məktub təkcə o vaxt yaşayan insanlara yazılmayıb. Bugün biz də Allahdan uzaqlaşa bilərik. Bugün biz də xilasımızı itirə bilərik. İsa Məsihin kim olduğunu başa düşmək üçün, İsa'nın dünən, bugün və əbədi olaraq eyni olduğunu başa düşmək üçün, yeni əhdin nədən ibarət olduğunu başa düşmək üçün İbranilərə məktubu araşdırmalıyıq. 2001-ci ildə Allah bunu mənə açıqlayanda mən 40 gün oruç tutmuşdum. Bunu görməyə başladım. Əvvəllər heç vaxt yaşamadığım Allah qorxusunu yaşadım. Bugün bir çoxlarınız kimi mən də deyirdim. Mən həlaka gedirəm. Xilasımı itirmişəm, məhvə gedirəm. Çünki xatırlayıram, bir dəfə sevgilimlə olanda soruşdum. Allah, buradasanmı? Allahım, sən burada deyilsən. Və mən Allahı kənara itələdim. Rəfiqəmlə yatağa getdim. Günah elədim. Öz-özümə deyirdim. Mən xilasımı itirmişəm. Amma o vaxt bağışlandım. Bağışlandığımı xatırlayıram. Bəs indi, bəlkə yalanda yaşayıram. Bəlkə xilasımı həqiqətən itirmişəm. Bu halda bəzi dindar kilsənin nə dediyinin əhəmiyyəti yoxdur. Hər hansı bir kəsin nə dediyinin əhəmiyyəti yoxdur. Onlar siz bağışlanmısınız deyə bilərlər. Amma bağışlayan kilsə deyil. Bağışlayan İsa Məsihdir. Bir neçə gün ərzində 2 ağızlı, iti qılınc olan bu kəlam canımla ruhumu bir-birindən ayıraraq keçib, mən bir neçə gün demək olar ki, yatmırdım. Ey Allah, mən ölürəm.
Allahım, mən yenidən bağışlana bilərəmmi? Xilasımı itirmişəmmi? Həmin vaxt mən tarixdən oyanış barədə oxuduğumuz kimi əsl tövbə yaşadım. O vəziyyətdə mən birdən bağışlanmanı yaşadım. Sonra gördüm ki, məhvə getmirəm. Esaf kimi rədd olunmadığımı görəndə, ikinci şansın mənə verildiyini görəndə həyatım çox dəyişdi. Bundan əvvəl bir tərəfdə yaşayırdım. Orada biraz, burada biraz qəsdən günah edirdim. Günahla oynayırdım. Çünki axı lütf altındaydım. Amma həqiqəti başa düşəndən sonra yox dedim. Daha bir şans verildi. Daha orada davam edə bilmirəm. Döndüm və radikal yaşamağa başladım. Yeni bir həyat yaşamağa başladım. İsa'ya diqqətim daha da gücləndi. Çünki İbranilərə məktubun axırında deyilir ki, gözümüzü İsa'ya tikək. Gözlərimizi İsa'dan kənara çəkməyək. Təslim olmayaq. Bu həqiqəti yaxşı başa düşdüm. Bu radikal təcrübə həyatımı dəyişdi. Bir çox insanların da həyatını dəyişdi. Daha sonra məhz bu məni xilas elədi. Bir neçə il bundan əvvəl həyatımda səhra dövrü keçirəndə ölmək istəyirdim. Çox çətin idi. Biz hər şeyi itirdik. Amma təbii ki, Allahı sınamağa başlamadım. Deyinmədim. Allahdan şikayətlənmədim. Niyə? Çünki mən Allahdan qorxuram. Ondan qorxuram. 12-13 il əvvəl dərk etdiyim bu həqiqət həyatımı xilas elədi. Ona görə də bu gün də Allahla yaşayıram. Çoxları bunu dərk eləsəydi, həyatlarında hər şey çox fərqli olardı. Mən o qədər çox insan görürəm ki, həyatları istədikləri kimi getmir. Onlar şikayətlənirlər. Ey Allah, niyə? Onların həyatlarında Allah qorxusu yoxdur. İndi diqqətlə dinləməyinizi xahiş edirəm. Növbəti 15 dəqiqə ərzində qulaq asmağınız çox vacibdir. Bu mənim həyatımda başlayanda təbii ki, İsa'ya gözlərimi dikdim. İsa'nın təliminə baxmağa başladım. Bunların hamısı həqiqətən doğru ola bilərmi? İsa bağışlanma haqqında nə deyir? Biz həmişə bağışlanmanı qəbul edə bilərikmi? Gördüm ki, İsa eyni sözləri deyir. Bəşər oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq. Amma müqəddəs ruha küfr edən bağışlanmayacaq. Kim Allahın lütfkar ruhunu təhqir edərsə, bağışlanmayacaq. Məsihə gəldiyimiz zaman etdiyimiz hər şey, etdiyimiz hər günah bağışlana bilər. Etdiyimiz hər günah nə olursa olsun bağışlana bilər. Amma müqəddəs ruha qarşı günah işlətsək, bağışlanmayacaq. İsa'nın başqa sözlərində də biz bunu görürük. Duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılmalıdır. Çotanı tutub geriyə baxan Allahın padşahlığına layiq deyil. İsa bu sözləri deyirdi. Daha kim deyirdi bunu? Yahuda da öz məktubunda bunu yazır. Peterdə. Peterin məktubunda oxuyuruq. Rəbbimiz və xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar. Çünki salihlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə, bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. Burada o deyir ki, imandan dönməkdənsə,
bu yolu tanımamaq daha yaxşı olardı. Məsihi tanıyıb məğlub olmaqdansa, son vəziyyət əvvəlkindən daha betər olar. Bu, demək olar ki, İbranilərə 6-cı fəsildə yazılanlara bənzəyir. Müqəddəs kitab buna bənzər hadisənin baş verməsindən yazır. Həvarilərin İşləri kitabı 5-ci fəsildə. Xananya və Safira. Xananya və Safira ər-arvad idi. Onların bir qədər pulu var idi. Bu puldan Peterə vermək istəyirdilər. Öz aralarında pulun hamısını verməmək qərarına gəldilər. Buna görə də bir hissəsini ayırıb kənara qoydular. Sonra Peterin yanına gəldilər. Ona yalandan dedilər ki, bu bütün məbləğdir. Amma onlar Peterə yalan söyləmədilər. Onlar müqəddəs ruha yalan danışdılar. Allaha, müqəddəs ruha yalan danışaraq qəsdən günah işlətdilər. Buna görə də onlar bir anda öldülər. Hər ikisi. Əvvəlcə birincisi öldü. Sonra ikincisi gəldi və o da eyni ilə öldü. Xananya və Safira. Xananya birinci gəldi. Peter ona dedi, siz müqəddəs ruha yalan danışdınız. Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. Sonra onun arvadı gəldi. Peter ona dedi, niyə siz əlbir olub Rəbbin ruhunu sınamaq istədiniz? Müqəddəs ruha qarşı niyə qəsdən günah etmək qərarına gəldiniz? Siz müqəddəs ruha yalan danışdınız. Qadın Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü. Sonra biz oxuyuruq. Həvarilər vasitəsilə xalq arasında çoxlu əlamətlər və xariqələr göstərilirdi. Bu radikaldır. Bilirəm ki, bir çoxumuz İsa'nın dediklərini oxumuşuq. Xananya və Safira barədə oxumuşuq. Lakin heç kim bu barədə danışmağa cəsarət eləmir. Hamı bu ayələrin üstündən hoppanıb keçir. Amma Vəhy kitabının sonunda deyilir ki, kim Allahın kəlamına bir şey artırarsa, yaxud bir şey götürərsə, həyat ağacından ona düşən pay götürə bilməyəcək. Biz Allahın kəlamına heç bir şey əlavə etməməliyik. Halbuki, bugün məsihçilərin əksəriyyəti fəsil və ayələr üzərində qurulmuş məsihçilik yaşayır. Bəzi hissələri oxuyanda sadəcə onların üstündən hoppanıb keçirlər. Onlar ayələri diqqətsiz qoyurlar. Sanki bu yazılar kəlamda heç yoxdur. Heç yazılmayıblar. Amma biz Allahın kəlamından ayələri çıxara bilmərik. Həlakə gedirsən? Vaxt var idi, mən də belə düşünürdüm. Çünki günah işlətmişdim. Sizə həqiqətən çox vacib bir söz demək istəyirəm. Demək istəyirəm ki, Allah bu həqiqəti bizə həlakə getdiyimizi göstərmək üçün açmadı. Burada vacib bir şeyi başa düşməliyik. Əgər biz həqiqəti dərk edəndən sonra qəsdən günah ediriksə, həqiqəti dərk etmək nədir? İsa dedi ki, həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək. Həqiqəti dərk etmək. Toplantıda İsa'nı qəbul edərək sadəcə əlinizi qaldırmaqdan daha böyük bir şeydir. Hesab edirəm ki, bu suda vəftiz olunmaqdan və dillərdə danışmaqdan daha böyük bir şeydir. Bugün kilsədəki bir çox insanlar bu həqiqəti heç bilmirlər. Bu dərsə qulaq asanda ola bilər ağlına belə fikirlər gəlir. Vay, mən bilə-bilə günah işlətmişəm. Bunu etmişəm, bunu etmişəm, bunu etmişəm. Bilsəydim bunu heç vaxt eləməzdim. Bu onu göstərir ki, sən sadəcə olaraq bunu bilmirdin.
Sən həqiqəti dərk etməmişdin. Çünki həqiqəti dərk etsəydin, bunu etməzdin. Sən bunları etdin, belə yaşadın. Çünki sadəcə olaraq Allahın kəlamının həqiqətini dərk etməmişdin. Bu onu göstərir. Bu günə qədər həqiqəti dərk etmədən belə yaşamışdın. Buna görə də əminəm ki, sən bağışlana bilərsən. Mən qəsdən günah işlətmişəm. Qəsdən günah etmək nədir? Sınağa düşəndə qəsdən günah işlətmişəm. Bunun qəsdən günah olduğunu deyə bilərik. Mən bilərək günah etdim və bağışlandım. İnanıram ki, buna diqqət yetirməliyik. Çünki sınağa düşərək günah etməklə günaha batmaq, günahdan azad olmamaq, həqiqəti dərk edəndən sonra qəsdən günah etmək arasında fərq var. Mərhəmət adlı bir kitab var. İngiliscə adını bilmirəm. Allahın lütfündən bəhs edən bu kitabı bir neçə il əvvəl kimsə mənə hədiyyə etmişdi. Onun bəzi hissələrini oxudum. Gördüm ki, bu müəllif Allahın lütfünün nə olduğunu tamamilə səhv başa düşmüşdü. Çünki kitabda o bir nümunə göstərir. Kitabda müəllif deyir ki, dostu ilə bir yerdə idi və dostu ona dedi ki, o tenis oynayır. Tenis oynayanda bir qadınla tanış oldu. Bu qadını sevirəm. Bu qadını sevirəm, onu çox bəyənirəm. Arvadımdan boşanıb bu qadınla evlənsəm, sonra gəlib Allahdan bu günaha görə bağışlanmamı ala bilərəmmi? Kitabın müəllifi ona dedi, yox, bunu eləmə. Bilirəm ki, bunu etməyimi istəmirsən, amma Allahın kəlamı necə öyrədir? Sonra gəlib bağışlanma almaq olarmı? O dedi, bəli, bağışlana bilərsən, çünki Allahın lütfü var. Kitabın müəllifi ona belə dedi. Amma yox, bilərəkdən günah etmək olmaz. Həmin o adam kimi qəsdən günah etməyə qərar vermək olmaz. Bu sadəcə olaraq göstərir ki, biz Allahın kəlamını tamamilə səhv başa düşürük. Bəli, biz günaha bata bilərik. Bəli, biz günahla mübarizə aparanda günaha bata bilərik. Onda biz Allahın kəlamına əsaslanırıq. Günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. 1 Yəhya 1:9. Bu da Allahın kəlamıdır. Amma burada o, nurda yaşamaqdan danışır. Vərəqi lövhənin burasına yerləşdirəcəm. O, nurda yaşamaqdan danışır. Burada söhbət qəsdən günah etməkdən getmir. Biz yenidən doğulanda Allahın lütfü bizə müqəddəs həyat sürməyi öyrədir. Allahın lütfü kimdir? Bu lütf ruhdur, müqəddəs ruhdur. Biz daxilimizdəki Allahın ruhunu dinləməliyik. Əgər biz müqəddəs ruha qarşı günah işlədiriksə, onda bu bizimlə baş verə bilər. Biz Hananiya və Safira məsələsini anlamalıyıq. Hananiya və Safira günaha batmadılar. Günaha düşmədilər. Onlar könüllü günah etməyə qərar aldılar. Həqiqəti dərk etdikdən sonra onlar şüurla bunu seçdilər. Onlar kilsədə bugün bir çoxlarından həqiqəti daha çox qəbul etmişdilər. Çünki bugün bəzi kilsələrdə çoxları heç yenidən doğulmayıblar. Onlar bu həqiqəti qəbul etməyiblər. Əgər sən bugün bölüşdüyün bu həqiqəti qəbul edirsənsə, sonra gedib qəsdən günah etmək istəyirsənmi? Yox, istəmirsən. Buna görə də bu sənin üçün deyil, sən bağışlanmısan. Allah sənə məhkum olunduğunu göstərmir. Allah bunu sənə göstərir ki, sən bunun nə olduğunu başa düşmürdün.
Həqiqəti dərk etmirdin. Amma indi başa düşəndən sonra bu həqiqət məni kökdən dəyişdiyi kimi sənin də həyatını kökündən dəyişəcək. Sən daha əvvəlki kimi veyillənərək yaşamayacaqsan. Sən radikal həyat yaşayacaqsan. Günahdan dönəcəksən. Müqəddəs həyat yaşayacaqsan. Kəlamı oxuyacaqsan. Dua edib oruç tutacaqsan. Çünki diqqətini İsa'ya yönəltməli olduğunu bilirsən. Bunu biləndə günahdan azad yaşayacaqsan. Bəli, sən qəsdən günah işlətməyəcəksən. Bəli, sən mükəmməl də deyilsən. Hələ kamil olmayacaqsan. Mən hələ də səhv eləyirəm. Mən 1-ci Yəhya 1:9-da yazılan kimi günahımı etiraf edirəm və bağışlanıram. Amma fərq var. Biri var səhv bir şey edirsən. Müqəddəs ruh səni ifşa edir, tövbə edirsən. Müqəddəs ruh daxilində işləyir, səni öyrədir. Başqa məsələ Xananiya və Safiranın etdikləridir. Onlar nə etdilər? Onlar həqiqəti bilirdilər, sonra isə qərara gəldilər. Onlar dedilər, gəl bunu edək, gəl indi gedək və bir qədər pulu ayırıb saxlayaq. Əminəm ki, onlara müqəddəs ruh o vaxt dedi, bunu etməyin. Onlar müqəddəs ruhun səsini eşidirdilər. Bəlkə sən indi bu təlimi eşidərək öz-özünə fikirləşirsən. Bu, daxilimizdəki müqəddəs ruhun səsidir. Bunu etməməliyəm. Yox. Amma hər halda bunu edək. Müqəddəs ruh dedi, yox. Amma onlar qərar verdilər. Onlar yol boyu gedəndə mən inanıram ki, müqəddəs ruh onlara deyirdi. Bunu etməyin. Bunu etsəniz məhv olacaqsınız. Bunu etməyin. Amma onlar qərar verdilər. Müqəddəs ruh etməyin dedi. Amma onlar yenə də bunu etdilər. Qərar verdilər. Bunu etmək istədilər. Bütün yol boyunca qərarla gedirdilər. Xananiya Peterin önünə gələndə inanıram ki, müqəddəs ruh ona çox güclü deyirdi. Bu günahı eləmə, bunu etməyi bilə-bilə seçmə. Əgər sən həqiqəti bilərək indi bunu edirsənsə, Allahın oğlunu tapdalayırsan, lütf ruhunu təhqir edirsən. İnanıram ki, müqəddəs ruh ona səsini qaldırmışdı. Bunu eləmə. Peter də ona ikinci şansı verdi. Peter dedi, niyə pulun bir hissəsini gizlətdin? Xananiya müqəddəs ruhun sözünə baxıb, yox deyə bilərdi. Əlbəttə ki, bağışlanma var. Hər nə etdiklərinə baxmayaraq bağışlanma var. Lakin Xananiya bu biliyi aldıqdan sonra son addım atdı. Müqəddəs ruh onun içində işlədikdən sonra o bu sonuncu addım atdı və yalanda davam elədi. İlk imanlılar cəmiyyətində Allahın ruhu o qədər güclü idi ki, cəza çox tez gəldi. Əhd-ətdiqi tətbiq edəndə görə bilərsiniz ki, Allahın huzuru nə qədər çox olarsa, cəza bir o qədər tez gəlir. Bir hökmü görməyəndə o demək deyil ki, bu yoxdur. Hökmün icrası gələcəkdə mütləq olacaq. Orada isə cəza dərhal gəldi. Onlar öldü. Kişi öldü və sonra qadın öldü. Çünki onlar qəsdən günah elədilər. Onlar Peterə qarşı günah eləmədilər. Onlar müqəddəs ruha qarşı günah elədilər. Onlar lütf ruhuna qulaq asmadılar. Ruha, müqəddəs ruha qarşı küfr elədilər. Bu da nəticə. Müqəddəs ruha qulaq asmadılar. Buna görə də başa düşmək çox vacibdir. Məsələn, saatda 50 km sürətlə maşını sürməyə icazə verilir. Sən 70 ilə sürüb sürəti aşırsan. Polis səni saxlayanda deyirsən, yox, mən sürət aşmamışam. Söhbət bundan getmir. Biz şagirdlik barədə danışırıq. Hamı öyrənir. Əvvəllər mən indikindən daha çox səhv eləyirdim. Əsas məsələ ruhda yaşamaqdır. Əsas müqəddəs ruhun səsini dinləməkdir. Bu haqda növbəti dərsdə danışacağam. İçinizdəki müqəddəs ruhu dinləyin. Amma müqəddəs ruhun səsini eşitmək üçün daxilimizdə Allah qorxusu olmalıdır. Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günahda davam etsək, bu ayəni belə də başa düşmək olar. Ola bilsin ki, Xananiya bir dəfə, bəlkə də bir neçə dəfə bunu edib, bilmirəm. Amma sən Allahı sınama. Sən Allahı sınama.
O istiqamətdə getmə. Fikirləşmə ki, mümkün qədər səhv istiqamətdə gedə bilərsən, sonra isə qayıdıb bağışlanma alacaqsan. Allahla oyun oynama. Bəli, bağışlanma var. Allah əhdi cədiddə də sevən və bağışlayan Allahdır. O belədir. Bağışlanma var. Lakin biz onunla oyun oynaya bilmərik. İndi isə mən sizə ən vacib şeyi göstərəcəm. Çünki düzünü desəm, söhbət təkcə bizim nə etdiyimizdən deyil, daha vacibi bizim münasibətimizdir. İsav ilk oğulluq haqqını satdı. Müqəddəs kitabda deyilir ki, Allah İsava nifrət elədi, amma Yaqubu sevdi. Yaqub nə elədi? Yaqub İsavı aldatdı. Yaqub aldatdı. Allah isə Yaqubu sevdi. İsav isə onun sadəcə olaraq vecinə deyildi. Allah İsava nifrət elədi. Allah İsava nifrət elədi. Bəs padşah Davud? Padşah Davud demək olar ki, kitabdakı hər bir günah elədi. Başqa bir qadına, Batşevaya şəhvətlə baxdı. Qadının ərini elə döyüşə göndərdi ki, o öldü. Qadının ərini öldürtdü ki, onunla evlənsin. Allah padşah Davud haqqında nə dedi? Allah Davudu ürəyimə yatan adam adlandırdı. Padşah Davud bir adamı öldürtdü, başqasının arvadını aldı və o Allahın ürəyinə yatan bir adam idi. Yaqub Esavı aldatdı. Allah Yaqubu sevdi. Allah Esava nifrət elədi. Allah Hananya ilə Safiriyaya nifrət elədi. Onlar nə elədilər ki? Bir adam öldürmədilər, başqasının arvadını almadılar. Onlar sadəcə yalan danışdılar. Amma dərhal öldülər. Bəli, bu əhdi cədiddir. İnanıram ki, bu çox güclüdür. Çünki əsas məsələ bizim münasibətimizdir. İsav Allaha münasibətində günah elədi. Eynilə Hananya və Safira. Padşah Davud, Natan Peyğəmbər ona günahını göstərəndə o dərhal günahını etiraf elədi. Etinasızlıq göstərmədi. Davud Allahdan qorxurdu. O diz söktü, tövbə elədi. Tövbə elədi. Davud Allahdan qorxurdu. O diz söktü, tövbə elədi. Allaha qarşı günah eləmişəm. Davud dərhal tövbə elədi. Dərhal tövbə elədiyinə görə də bağışlandı. Davud etinasızlıq göstərən digərləri kimi deyildi. Görün, 103-cü məzmur nə deyir? Göylər yerdən nə qədər ucadırsa, ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Bunu bir daha oxuyacağam. Göylər yerdən nə qədər ucadırsa, ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Əsas bizim münasibətimizdir. Əslində, Allahdan qorxan sizlərə görə mən o qədər də narahat deyiləm. Bəlkə də siz hələ də günahla mübarizə aparırsınız. Əminəm ki, bu təlim mənə kömək elədiyi kimi, sizə də günahdan azad olmaqda kömək edə bilər. Mən doğru olanı eləmək istəyən, mübarizə aparan sizlərə görə o qədər də narahat deyiləm. Yox, mən vecinə almayan insanları düşünürəm. Niyə onlar vecinə almırlar?
Çünki bu həqiqəti başa düşməmişdilər. Bu gün bir çox insan görürük ki, onlar imandan dönüb geri qayıdırlar. İmandan dönüb geri qayıdırlar. Sonra qayıdıb həqiqətən radikal yaşayırlar. Onların şəhadətindən nəticə çıxarırıq ki, bəli, imandan dönüb geri qayıtmaq mümkündür. Amma müqəddəs kitab bunu demir. Mən inanıram ki, onların imandan uzaq düşmələrinin səbəbi ilk növbədə həqiqəti dərk etməmələridir. Onlar nurlanmamışdılar, həqiqəti başa düşməmişdilər. Çünki başa düşsəydilər, imandan dönməzdilər. Bugün mən imandan uzaq düşən bir nəfəri görəndə, birincisi, mühakimə etməyə mənim ixtiyarım yoxdur. Amma mən ona heç vaxt demərəm, ey, sən qayıda bilməzsən, sənin üçün artıq çox gecdir. Çünki hesab edirəm ki, əgər onlar həqiqəti dərk ediblərsə, imandan dönməzdilər. Ona görə də demirəm, onlar bağışlanıb qayıda bilərlər. Onlar gəlib xilas ola bilərlər. Bugün dindar kilsədə neçə nəfər bu həqiqəti bilir? Çox az. Çünki biz fəsillərə və ayələrə əsaslanaraq yaşayırıq. Bir çoxları aldanıb. Biz qayıdıb kəlamın əslində nə dediyini başa düşməliyik. Bu radikaldır. Biz Allahın lütfu ilə oynaya bilmərik. Həyatımızda Allah qorxusu olmalıdır. Allah mərhəmətlidir. Allah bizə qarşı mərhəmətlidir. Artıq 13 ildir ki, Allah bu həqiqəti mənə açıb. Bu həyatımı kökündən dəyişdi. Mən kənarda günahla oyun oynayaraq yaşayırdım. Dar yol ilə gedirdim. Bədənimi məcburən özümə qul edirəm. Bədənimə diqqət yetirirəm, dua edirəm, oruç tuturam. Bu, səhv növ qorxu içində yaşamalı olduğumuz üçün deyil. Əvvəllər belə düşünürdüm, yox, gərək monastıra gedim. Heç kimə baxmağa cəsarət etmərəm. Çünki sonra günaha bataram, sonra isə müqəddəs ruha qarşı günah işlədərəm. Yox, bu belə deyil. Əlbəttə ki, Allah sadiqdir. İman etməyəndə qəsdən, könüllü olaraq qərar veririksə, bu verdiyimiz qərardan dönməyəndə ola bilər. Bu yalnız bir dəfə elə olmur. Davam etsəniz baş verir. Elə olmur ki, bir səhər siz oyanıb, müqəddəs ruhun sizi tərk etdiyini görürsünüz. Yox, əgər həqiqəti öyrənmisinizsə və Allahla yaşayırsınızsa, mən sizə deyə bilərəm ki, siz qəsdən günah işlətmirsiniz. Müqəddəs ruh əvvəlcə sizdə işləyir. Dəfələrlə sizinlə danışır. Allah sizin məhv olmağınızı istəmir. Müqəddəs ruh sizi yenə və yenə öyrədir. Özüm haqqında deyə bilərəm ki, qəsdən günah edəndə, yenicə xilas olan kimi o rəfiqəmlə yatağa gedəndə mən bağışlandım, tövbə elədim. Həqiqətən bağışlandım. O vaxt mən həqiqətən müqəddəs ruhun yox, bunu eləmə dediyini hiss edirdim. Əgər mən bunu bir daha etsəydim, bəlkə yenə də müqəddəs ruhun bunu etmə dediyini hiss etsəm də, günah edəndən sonra bağışlansaydım, günah etməyə yenə davam etsəydim, elə vəziyyətə gəlib çata bilərdim ki, müqəddəs ruh məni tərk edərdi və daha qayıdıb bağışlanmanı ala bilməzdim. Allah bunu sizə göstərir. Siz daxilinizdəki müqəddəs ruha görə minnətdar olmalısınız. Bizə eşidən qulaq lazımdır. Allah ilə həyatı yaşamaq lazımdır. Ruhun dediklərinə diqqətli olmağımız lazımdır. İbranilərə məktub bir xəbərdarlıqdır. Biz imanda davam etməliyik. Biz ciddi şəkildə imanla davam etməliyik. İsa'nın ardınca getməliyik. İsa'dan nümunə götürməliyik. İbranilərə 11-də önümüzdə gedən iman qəhrəmanlarına baxın, onlara baxın. İsa'ya gözünüzü tikin, imanla davam eləyin. Bunu etsəniz sona qədər davam edəcəksiniz. Və bir gün yaxşı və sadiq qul olaraq Allahın qarşısında dayanacaqsınız. Bəli, hər şey yaxşı olacaq. Yolda olduğumuzu bilirik. Çünki içimizdə Allahın ruhu var. Bu təlimin çox radikal olduğunu bilirəm. Ümid edirəm ki, siz bunu düzgün şəkildə başa düşəcəksiniz. Bu sizdə yanlış bir qorxu yaratmayacaq. Axırda dediyim sözlərə fikir verin. Onlara qulaq asın. Allahı axtarın.
İbranilərə məktubu özünüz üçün oxuyun. Bütöv məktubu oxuyun. Diqqətlə oxuyun. Cəmi 13 fəsildir. Bu məktubu oxuyun. Dua edin ki, müqəddəs ruh həqiqəti sizə açsın. Suallarınız yaransa mənə yazın. Növbəti dəfə həyatı necə yaşamalı olduğumuzdan danışacağam. Yeni standartla, lütflə. Növbəti dərsdə bəzi suallara da cavab verə bilərəm. Həmçinin Amazonda Düzgün Təlim adlı kitabımın səsli variantı da var. Orada daha ətraflı bu və digər məsələlər barədə danışıram. Ümidvaram, bu dərs sizə faydalı oldu. İndi dərsi bitirirəm. Bu radikal təlimi yayaq. Bu mənim sözlərim deyil. Bunlar mənim təlimim deyil. Allahın kəlamıdır. Buna görə də gəlin bu təlimi yayaq. Qoy insanlar İsa Məsihlə yaşamağın nə olduğunu başa düşsünlər. İsa Məsih dünən, bugün və əbədi olaraq eynidir. İnsanlar bunu başa düşsünlər. Bəli, Allah yandırıb yaxan oddur. Lakin o həm də mərhəmətlidir. Ondan qorxanlara qarşı Allah çox mərhəmətlidir. Biz onun övladları ola bilərik. Biz onun bağışlanmasını qəbul edib yaşaya bilərik. Siz günah eləyəndə günahınızı etiraf eləyin. Nurda yaşayın. Allah sizi bağışlayacaq.